öz imamət missiyamızdan gəldik, Peyğəmbərdən sonra bu məktəbi azad etdik. Məktəb, İmam Hüseyn məktəbi, bu vilayət zillətçilik olmuşdu. Zillətlə yaşayırdılar. Xar bir şəkildə yaşayırdılar. İmam Hüseyn əleyhissalam, İmam Əli əleyhissalam buyurur ki, biz gəldik imamətə yetişdik. İmamətə yetişəndən sonra gəldik bu zillətlə yaşamağı azad yaşamağa dəyişdirdik. Milləti azad yaşamağa öyrətdik. Siz azadsız və azad yaşamalısınız. Zillətlə yaşamaqdan çıxartdıq milləti. Amma əleyhissalam buyurur ki, mənim şəhadətimdən sonra, əleyhissalamın şəhadətindən sonra azad olmuş məktəb əsarətə düçar oldu. Zəlalətlə, zillətlə yaşamağa düçar oldu. Başladılar Muaviyyənin övladları və onun tərəfdarları başladılar Əli əleyhissalam kimi hakimiyyətdə olan bir şəxsiyyətin azadlıq yaşamaq fikrini, azadlıq yaşamaq istədiyi məktəbi çevirdilər zəlilliyə, zəlalətə. Əməvi xilafəti məxsusən Əli əleyhissalamın məktəbinə balta vurdu ki, zillət nəşə. 70 il minbərdə, necə ki, bizim ləyaqətimiz yoxdur burada oturub Əli əleyhissalamla danışaq. Mənim ləyaqətim yoxdur. Sadəcə olaraq biz vəsf edirik məktəbi, İmam Hüseyn məktəbini danışırıq. 70 il minbərdə səy göstərdilər ki, Əli əleyhissalama lənət oxutduralar. 70 il. Və sonda gəldi, dedilər ki, məgər Əli namaz qılıydı. Gör nə vəziyyətə gəldi. 70 il gəldilər, Əməvi xilafəti lənət oxutdurdular. Axırda gəldi ki, cəmiyyət o qədər dindən uzaqlaşdı, imamətdən uzaqlaşdı, vilayətdən uzaqlaşdı. Gəldi dedi ki, məgər Əli namaz qılardı. Halbuki namazın sütunu Əli əleyhissalamdır. Namaz Əli əleyhissalamdan qəbuldur. Namazın sütunu Əli əleyhissalamdır. Namazın sütunu imamətdir. Namazın sütunu Peyğəmbərdir. Qur'andır. Bunlar olmasa namaz qəbuldur. Yəni mən birbaşa mən deyim ki, namaz qılıram, yəni nəyə görə namaz qılıysan? Namaz qılıram ki, vilayəti qoruyub saxlayam. Namaz qılıram ki, Qur'anı qoruyub saxlayam. Namaz qılıram ki, Peyğəmbəri qoruyub saxlayam. Bunun gətirdiyi dini qoruyub saxlayam. 70 il səy göstərdilər ki, Əli əleyhissalama lənət oxutduralar və cəmiyyət elə formalaşdır ki, artıq Əli əleyhissalama deyirlər ki, imama deyirlər ki, imam məgər namaz qılırdı, ibadət eləyirdi. Bu həddə yetişdi. İmam ona görə deyir ki, mənim şəhadətimdən sonra azad olmuş məktəbi zəlilliyə düçar elədilər, zəlalətə düzədilər. Məktəbi o qədər öldürdülər ki, azad yaşamaq istəyən cəmiyyəti o qədər fəsada düçar elədilər ki, artıq insanlar elə bilir ki, də azad yaşamağın mənası yoxdur. Azad yaşamaq nə deməkdir? Elə zillətlə kafirə, münafiqə, ondan sonra zalıma baş əymək lazım, başqa yolu yoxdur. Elə budur yaşayışımız. İmam Hüseyn əleyhissalamı Kərbalada belə fəryad edirdi. Deyirdi ki, bu haramzadələr, Yəzid və Yəzidin qoşunu müsəlman cəmiyyətini cahilliyə sövq eləyir. Fəsada sövq eləyir. Bunların məqsədi ona görə gəliblər. Bunlar zahirdə namaz qılmağına, ibadət eləməyinə baxmayın. Bunların əsli hədəfi imaməti aradan götürüb, cəmiyyəti cəhalətə, fəsada, günaha sövq eləməkdir. Və mən də nəyə görə qiyam eləmişəm? Mən Kərbalaya nəyə görə gəlmişəm övladlarımla? Mən Kərbalaya ona görə gəlmişəm ki, bu zəlilliyi, xarlığı sizin üzərinizdən götürəm. Siz zəlil xar kimi yaşamayasınız. Siz elə fikirləşməyəsiniz ki, elə yaşayışımız zalıma baş əyməkdən ibarətdir.